avtobusda Aytən xanım 50 nəfər turist gəzir. Bugünkü günü bizim turizm çox qeyri-peşəkar turizm şirkətləri var ki, bunun ciddiliyinə varmırlar. Məsuliyyətini başa düşmürlər ki, bu cür calaqçı şirkətlərlə işlədiyi təqdirdə bu calaqçı şirkət gedir. Bugünkü günü bilirsiniz də ölkəmizdə cənab prezident sağ olsun, nəqliyyat sahəsində də çox yeniliklər elədi. Nəqliyyat Nazirinə tapşırıq verdi ki, bütün avtovağzaldakı olan avtobusların hamısı bugünkü günü yeni müasir avtobuslarla təmin olundu. Avtovağzal sektoru, turizm sektorundan aşağı bir segmentdir. Çünki nəyə görə? Birinci növbədə ölkəyə gələn turist hava limanında düşür. Bəli. Hava limanında düşür, hava limanı bizim göstəricimizdir. Ondan sonra avtobusa minir və yaxud da ki sedana minir və yaxud da ki əsas avtobusdan söhbət gedir. İkinci məsələ burada nəqliyyat məsələsidir. Avtobus məsələsidir ki, avtobusa girdiyi təqdirdə bu bizim ölkənin üzünü göstəririk.